Evin içini bütöv dəniz qumu ilə doldurdum ki, bütün mənfi enerjilər yoxa çıxsın. Bir türk bacımız bunu TikTokda paylaşmışdı. Əməlli başda evin içini, otaqlarını eləmişdi dəniz qumu. Sadəcə bir həftəlik edib bunu, bir həftədən sonra təmizləyəcəkmiş. Deyir ki, yəqin ki, təmizliyi o qədər də çətin olmaz. Hansı ki, biz dənizə gedib gələndə yaxşı-yaxşı əl-ayağımızı orada yusaq da, yenə də paltarla və yaxud da maşınla evə nə qədər qum gəlir. Bir həftə onun qumunu təmizləməyə vaxt gedir. Siz də TikTokda axtarışa yazıb baxa bilərsiniz. Bu bacımız əməlli başda şir ürəyi yeyib. Hansı inancı əsasən bilmirəm. Yəni bir həftə onu eləməkdənsə məncə gedib bir həftə dəniz qırağında kirayə ev tutmaq daha məntiqlidir. Bu arada mən də işlərimi görürəm. İşlər çoxdur, bitmək bilmir ki, bilmir. 3 uşaqla vəfşə sətində. Yəqin ki, siz də mənim günümdəsiz. Aspiratordan çıxan kiri gördünüz bu arada. Hansı ki, tez-tez təmizləyirəm. Bu videonun altına hər kəs evində, əlinin altında işlədiyi rahat məhsullara yazsın ki, qadınlara da fikir olsun. Mənim də mətbəxdə bir çox köməkçim var. Onlardan biri də Sleepy salfetkalarıdır. Bunun sırf kireç üçün salfetkası var ki, mətbəxdə qazın üstünə aspirator falan silməyə çox qəşəng təsir eləyir. Hanımlar, bu arada onlayn işlərə inamınız var. Yəni mən 2019-cu ildən çalışıram onlayn işlərdə. Evdən çıxmadan pul qazanıram. Yazarsınız, ətraflı sizə videolar atarım, baxarsınız. Siz həm mənim kimi evdə işini görüb, həm də evdən çıxmadan çalışıb pul qazanmaq istəyirsiniz. Məktəb alış-verişinə az qalıb pul lazımdır. Sağ olun.